Qızlar, üzünüzün dərisini dartmağa, belə masaj etməyə, dartışdırmağa heç vaxt qorxmayın. Üzünüz şar deyil, o heç vaxt dartılmaz. Burada hüceyrələrimiz var. Onlar qanla dolur, siz belə edəndə yenilənir, qan onları yeniləyir. Hər zaman belə dartışdırın, dərinizi qorxmayın. Kim nə deyir, yalan deyir. Siz belə qırışlarınızı, mən buna ütüləmək deyirəm. Ütüləyin qırışlarınızı, barmaqlarınızın ucu ilə belə. Barmaqlarınızın ucunda enerji var, şəfa var. Baxın, görürsünüz, belə oturanda belə edin. Bir də qırışlı alınlar. Belə tutursunuz alnınızı. Belə harda ki görürsünüz, belə batıq yaranır. Görürsünüz, bunu belə götürüb, mən belə əyilmişəm, boş olur da, düz tutanda məndə olmur elə. Sadəcə dərimdir. Görürsünüz, məndə botoks olsaydı, belə eləmək mümkünsüz idi. Ən gözəl botoks, yaxşı kremlərdir. Hansı ki tərkibində turşular var, kollagen var, retinol var və onlarla masaj. Mənim indi özümdə 2 cür krem var. Baxın, cavanlaşdırıcı masaj kremlərdə sizə məsləhət görəcəm. Yazın mesaj bölümümə. Baxın, belə şeylər olanda qorxmayın, belə götürün, əzişdirin. Alın ortasındakı qırışı da belə əzişdirin. Belə də eləyə bilərsiniz, belə də eləyə bilərsiniz. Baxın, belə edə bilərsiniz. Bura qan gəlsin, qızarmağını görün. Yavaş etməyin. Möhkəm edin. Və belə buralara qan işləsin. Kremlərinizi vuranda üzünüzə çalışın kremləriniz. Mən niyə belə yaxın plan çəkirəm, yəni görəsiniz. Kremlərinizi çəkəndə belə eləyib iyi durmayın. Yaxşı yedirdin və onları dərin masajlarla edin. Yəni kremi çəkəndən sonra dərin masajlar edin üzünüzə. Üz idmanları. Mənim səhifəmdə baxın, yuxarıda paylaşımlarımın yuxarında üz idmanı sözü yazılıbdır. Ora daxil olun, oradakı bütün videoları ardıcılığına baxın. Məsləhətlərim də var. Ümumiyyətcə, indiyə qədər istifadə etdiyim 7-ci ildir daimi, yəni dəyişmirəm, daimi istifadə etdiyim kremlər, üz qulluqları, hamısına baxa bilərsiniz. Və belə. Biraz kamerada işıq var, düzdür, pürüzsüzlük görsənir. Amma mənim canlı görəndə zaten məni görürlər. Üzümdə qırış falan yoxdur, sallantı yoxdur. Həm üz idmanı, həm masaj, həm doğru qidalanmaq, həm fitness, yəni idman. Hal-hazırda yorğunam. 3 saat, 4 saatlıq fitness proqramından gəlmişəm. İdman etmişəm. Həm idmanda o qədər gözəl dəriyə, üz dərisinə, ümumiyyətcə orqanizmanı yeniləyir deyə hüceyrələri üzün cavanlığına da çox kömək edir. Həm onurğa sümüyünüz əgər sizin problemsizdirsə, onda üzünüzdəki o sallantı falan da qırışlar zamansız olmayacaq. Çalışın onurğa sümüyünüz düz olsun, düz olduqda, yəni problemsiz. Bütün günü belə oturmaqdan boyun gəlir qabağa, buradakı bu xolka çıxır. Ona görə buradakı dəri belə sallanır, üzdəki dəri sallanır. Amma onurğa sümüyünüz yaxşı olsa, məsələn pilatesə gedin, kim hansı idman növünü sevirsə, üz güclüyə gedin. Amma 40 yaşdan sonra hamıya fitness məsləhət görürəm. Çünki bizim əzələmiz güclü olmalıdır, sümüklərimiz güclü olmalıdır. Belə.
və dərinizlə oynamağı qorxun. Eləsinə də burada da üz dərinizi daim qidalandırmaq istəyirsinizsə, cavanlaşdırıcı kremlər vurun və belə masajlar edin. Amma hər zaman yuxarı doğru edin. Lifting. Yəni lifting masaj, yəni yuxarı doğru dərini dartmağınız çox yaxşı nəticələr verəcək. Zamanla özünüzdə görəcəksiniz.